Şəhid olsam kəndin girəcəyində adıma bir bulaq düzəldərsiz. Amma suyu daim gəlsin. Vəsiyyətini edən Rüfət Məmmədli 1993-cü il noyabrın 23-də Ağstafa rayonunun Saloğlu qəsəbəsində anadan olub. O 2000-ci ildə Asif Namazov adına Saloğlu qəsəbə tam orta məktəbinin 1-ci sinifinə daxil olur. 2011-ci ildə həmin məktəbdən məzun olub. 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra yenidən ordu sıralarına qatılıb. Rüfət Məmmədli 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. O, 2016-cı il aprel döyüşlərində düşmənə qarşı mübarizədə ön cərgədə döyüşüb. Aprel döyüşlərindəki şücaətinə görə Kiçik Gizir hərbi rütbəsi alıb. Rüfət Məmmədli həmçinin 2020-ci ilin iyul ayında baş tutan Tovuz döyüşlərinin də iştirakçısı olub. 2020-ci il sentyabrın 27-sində Vətən müharibəsi zamanı Kəlbəcər və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə snayperçi kimi qəhrəmanlıq göstərib. Sərrast atışlarına görə döyüş yoldaşları ona Əjdaha ləqəbini qoyub. Rüfət Məmmədli noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. O, Ağstafa rayonunun Saloğlu qəsəbəsində böyük izdihamla dəfn olunub. Ailəlidir. 2 övladı yadigar qalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Rüfət Məmmədli ölümündən sonra vətən uğrunda döyüşdə fərqlənməyə görə medalı, Şuşanın, Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilir.